Kişilər nəyi sevir? Uğurlu, hüzurlu, sakit, enerjisi yaxşı olan qadını. Qadının enerjisi yaxşı deyilsə, mənfi enerji saçırsa, hər zaman deyinirsə, deyingən qadından hamı qaçır, heç kim sevmir. Hətta ailə münasibətlərində ailənin dağılması üçün deyingənliyi dəmiri pas yeyən kimi, korroziya yeyən kimi ailəni də deyingənlik məhv edir, dağıdır. Buna görə yaxşı olar ki, qadın birinci özünə diqqət yetirsin, özünü sevməyi öyrənsin. Özünü sevən qadını hamı sevir. Və psixogenetika qanunlarına görə biz özümüzdə olmayan şeyi başqalara verə bilmərik. Və bir də qadın yadda saxlamalıdır ki, o müdrik olmalıdır, amma idarə edən olmamalıdır. O fikirlərini söyləməyi bacarmalıdır, amma deyingən olmamalıdır. O zaman heç bir kişi qadını tərk etməz və həmişə onun yanında qalar və sevər.